Çörəyi çox israf eləyirik. Allah. Görürsən, evə artıq çörək alırıq. Evdə 3 nəfər, 4 nəfər yedi də çörək, hə? Biri qaldı qurudu. Nə edirik onu? Görürsən, müəyyən yerlər var da, aparıb qoyuruq ora. Nə deyirik? Ehtiyac sahibi, fəqir gəlib götürüb yeyəcək. Hələ bir özümüzə bir ləzzət də alırıq, fəqirə kömək elədim. Gözəl insan, fəqirə kömək eləmək istəyirsən, isti çörək yoxdur, al bir dənəsini qoyaraq. Get marketlə danış, deyinə 4 dənə, 5 dənə, 6 dənə çörək, məsələn 3 manat, 5 manatı güzüm satın. Gün ərzində ehtiyac sahiblərinə verərsən. Allah Quranda nə deyir? Sevdiyiniz şeylərdən Allah yolunda verəndə mən sizdən qəbul edirəm. Sevirsənsə quru çörəyi evində saxla da, özün ye. Açıq danışada burada bir-birimizə tərif lazım deyil ki. Çoxumuz elək də quru çörəyi için yemir ki, demək olar. Elə ən böyük israf bizim evimizin içindədir.